Göygöl rayonunda 2003-cü il təvəllüdlü Sərdar həmkəndlisi Abbasa xəsarət yetirib. Hadisə ötən ilin mayın 9-da rayonun kəndlərindən birində baş verib. Sərdar həmin gün saat 15 radələrində kənd yaxınlığında yerləşən meşə ərazidə həmkəndlisi Abbasa bundan əvvəlki günlərin birində onun qohumu Müslümü döyməsini bildirməsi səbəbindən mübahisə edib. Şəxsi münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisə zamanı Abbasdan qisas almaq niyyəti ilə onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə əl və ayaq zərbələri ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə Göygöl rayonunun kəndlərindən birində baş verib. Mən, dayımoğlu və Mahmud qoyun otarmaq üçün həmin əraziyə getdik. Yemək yeyən zaman tanımadığım bir nəfər yaxınlaşaraq bizdən su istədi. Mən isə zarafatla su nədir, gəl otur, araq çək dedim. O isə cavab verdi ki, xəstə olduğu üçün içki içmir, sadəcə su istəyir. Lakin həmin vaxt yanımızda su olmayıb. Daha sonra Abbas adında şəxs bizi gördü və dağın yuxarı hissəsindən qalxmağa başladı. Mən içkili vəziyyətdə olduğum üçün Abbas ilə dayımın arasında əvvəllər yaşanmış mübahisəni, onun dayımı döyməsini xatırladım. Bu səbəbdən Abbasın yanına getdim və dayımı niyə vurduğunu soruşdum. Abbas isə bu məsələnin onunla bağlı olmadığını dedi, sonra isə barışdıqlarını bildirdi. Əməlimdən peşmanam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Abbas ifadəsində göstərib ki, səhər saatlarında yeznəsi ilə birlikdə yol otu yığmaq məqsədi ilə dağa gediblər. İşimizi bitirdikdən sonra kəndə qayıdan zaman kəndə çatmamış, yaxınlıqdakı meşəlik ərazidə Sərdargilin yemək yediyini gördük. Yeznəm ürək problemi olduğu üçün onlara yaxınlaşaraq su istədi. Onlar isə su olmadığını bildirdilər. Bu zaman Sərdar məndən dayısı ilə niyə dalaşdığımı soruşdu. Mən isə dalaşdığımızı, sonra da barışdığımızı, onluq bir şey olmadığını bildirdim. Bu sözlərimdən sonra Sərdar gözlənilmədən sifətimə bir dəfə yumruq atdı. Mən əlimi üzümə tutaraq özümü qorumağa çalışdım. Əyildim ki, zərbələrdən qorunum. Hadisədən sonra sakitləşərək evə gəldim. Sifətimdə və başımda güclü ağrı hiss etdiyim üçün xəstəxanaya getdim deyə o ifadəsində göstərib. Zərər çəkmiş şəxs məhkəməyə ərizə təqdim edib, o təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin barəsində heç bir şikayəti olmadığını bildirib. Göygöl rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilib. Bundan başqa Qusar rayonunda 28 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 13-də rayonun kəndlərindən birində baş verib. 1998-ci il təvəllüdlü Aqil həmin gün saat 23:30-da aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Zaurun bədəninin nahiyəsinə yumruq və təpik zərbələri ilə vurub. Aqilin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, oktyabrın 13-də gecə saatlarında yaşadığı kənddən küçədə dayanıb. Həmin vaxt
Zaur sərxoş vəziyyətdə mənə yaxınlaşaraq siqaret istədi. Siqaret vermədiyimə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Zauru itələyərək yıxdım. Sonradan əməlimdən peşman oldum. Zaurla barışmışam. Mənə qarşı heç bir tələbi yoxdur, deyə o ifadəsində göstərib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Qusar rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Qusar rayonunda 26 yaşlı oğlan yeznəsinə xəsarət yetirib, hadisə Qusar şəhəri Həsrətov küçəsi ərazisində baş verib. 2000-ci il təvəllüdlü Ceyhun qohumu Vüsal ilə mübahisə edib. Mübahisə zamanı o qohumuna xəsarət yetirib. Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Qusar rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Göygöl rayonunda 1977-ci il təvəllüdlü Cavidan qonşusu Babəkə xəsarət yetirib, hadisə 2024-cü ilin avqustun 20-sində rayonun kəndlərindən birində baş verib. Daşkəsən rayon sakini Cavidan həmin gün saat 19 radələrində yaşadığı evin qarşısında otlaması üçün bağladığı özünə məxsus uzun qulağı uca səslə çıxararaq ailə üzvlərinin narahat etməsini, uzun qulağı oradan uzaqlaşdırmasını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Babəkə əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Cavidanın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cavidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərər çəkmiş Babəki yaşadığı kənd ərazisində qonşu kimi tanıyır. Onunla yaşadığım ünvanla evimin arasında təxminən 100 metr məsafə var. Babəklə aramızda olan mübahisə isə evimin yaxınlığında olan boş torpaq sahəsində uzun qulağımı otlaması üçün bağlamağımdan ibarət olub, deyə o ifadəsində qeyd edib. Cavidanın sözlərinə görə avqustun 20-sində saat 19 radələrində yaşadığı ünvanda olan zaman qonşuluqda yaşayan Babək yaşadığı ünvanın qarşısına gəlib və ona uzun qulağı səsini onun narahat etməsini bildirib. Mənə bir saat sonra uzun qulağı dama bağlayacağımı desəm də, Babək heyvanın səsinin onu narahat etdiyini, buna görə də həmin heyvanı oradan itirməyimi yaxud satmağımı istədi. Sərxoş olduğum üçün ondan olduğum yerdən getməsini, sonradan söhbət etməyi məsləhət bildim. Lakin Babək məni nalayiq ifadələr ilə söyüb, təhqir etdiyi üçün aramızda davadalaş baş verdi. Babək əli ilə əynimdəki koftanı yaxasından tutdu, qarşılıqlı olaraq onun koftasından tutdum. Babəki mənə zərbə endirməyə bilməsə də bir-birimizə sağa-sola dartışdırdıq. Bu zaman mən yumruqla Babəkin sifət nahiyəsindən vurdum, sonra onun gözündən qan gəlməsini gördüm. Bundan sonra davadalaş sakitləşdi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Göygöl rayon məhkəməsinin hökmü ilə Cavidan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsin cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan sonra əlavə onun yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan əlavə, təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, vəzifələrini yerinə yetirməsi tapşırılır. Neftçala rayonunda 47 yaşlı kişi atasına xəsarət yetirib, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1979-cu il təvəllüdlü Anar birgə yaşadıkları evdə atası Mahir ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Anar atasına şillə və təpiş zərbələri ilə vuraraq onu döyüb, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin ifadələrindən məlum olub ki, onlar arasında barışıq olub. Zərər çəkən də ifadəsində oğlunu bağışladığını, ona qarşı şikayəti olmadığını deyib. Neftçala rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.